Vaxt məsələsi yenidən aradan qalxmayıb mənim üçün. O problem yaşanmır. Hə, deməli dedik ki, uşaqlar, bu verilən ilk dördü hansı ardıcıllıqla birləşibsə, biz də yenə də növbəti dördünü həmən ardıcıllıqla birləşdirməliyik. Məsələn, birinci şəkildə baxırdıq ki, dairədən üçbucağa xətt çəkilibdir. Mən də dairədən üçbucağa doğru xəttimi çəkdim. Üçbucaqdan kvadrata, kvadratdan da altıbucağa, bu şəkildə alınır B variantı. Daha sonra 14 nömrəli sual soruşulubdur. Belə 14 nömrəli sualda uşaqlar, ilk iki şəkildəki əlaqəyə fikir verin. Ən kənardamalar olduğu kimi qalır. Baxın, ən kənarlar olduğu kimi qalır. Bəs nə baş verir? Digər onlardan əvvəlki damalar, deməli, əvvəlki damaların üstünə keçir. Nətər? Elə ki, ətrafdan uşaqlar bir dama içəri sürüşdürmüsünüz. Ətraflardan bir dama içəri sürüşdürmüsünüz ki, hər bir dama əvvəlkinin üzərinə keçmiş olur. Məsələn, deyək ki, biz birinci şəkildə üstdən bir dama içəri sürüşdürəndə və bu ağ dama qaranın üstünə, bu ağ da ağın üstünə keçib heç bir dəyişiklik olmuyubdur. Amma qara ağın üstünə ya da ağ qaranın üstünə keçəndə, yəni o qara olacaq. Sağ tərəfdən də həmçinin bir dama içəri sürüşdürsə, soldan da, aşağıdan da və bu ikinci şəkil alınıbdır. Yəni, nəzərə alaq ki, məsələn, aşağıdan yuxarı sürüşdürmə eləsək, bir dama və bu qara yuxarıdakı ağın üstünü örtəcək. Olur, burada ardıcıl şəkildə 3 dənə qara dama. İndi həmçinin yenə də biz həmən qanuna uyğunluqla baxsaq, məsələn, üstdən bir dama içəri sürüşdürsək, sağ tərəfdən bir dama içəri sürüşdürmə eləsək, aşağıdan da, soldan da. Nəticədə, deməli, uşaqlar, C variantı alınır. Niyə? Çünki bu yuxarıdakı qara keçir, bu ağın üstünü örtür. Olur qara. Sağ tərəfdən də bu qara keçir bu ağın üstünə. Burada oldu qara. Sol tərəfdən də bu qara bu ağın üstünə keçəcək. Burada olur qara. Ortada 4-ü də qara əmələ gəltirdik. Ən axırda da bir dənə qara, ən axırıncı sətirdə də bir qara, bir ağ, o da bu şəkildə görünəcək C-dəki kimi. Yəni, hər tərəfdən bir dama içəri sürüşdürəndə qaralar ağın üstün örtür, olur qara. Yox, A variantı niyə olsun ki? Sağ tərəfdən axı A-nın 2 dənə ağı var. Sağ tərəfdə A variantında 2 dənə ağ var aşağı hissəsində. Amma burada biz dedik ki, 2 dənə qara olmalıdır, bir ağ olmalıdır. Niyə? Yəni, bu orta hissədə, o dörtlükdə sağ tərəfdəki qara da içəri sürüşəndə, bu üstdəki qara olur, bəs bu aşağıda qaradır axı. Bu hissədə şəklin özündə, bu hissə şəklin özündə elə qaraydı. %118 nömrəli sual. %118'ə baxırıq. %118'də uşaqlar 180 dərəcə fırladıb rəng dəyişmişsiniz. Məsələn, siz baxırsınız ki, buradakı ağ zolaq tam əksinə durur, amma rəngi qaradır. Yəni, elə bir ki, sizin şəkliniz bu vəziyyətdə idi. 180 dərəcə fırlatdınız, oldu bu vəziyyətdə. Yəni, 180 fırladıb rəng dəyişmişik. İndi mən bu üçbucağı da 180 dərəcə fırlatdım. Variantlarda baxın, hamısı eyni vəziyyətdir. Yəni, görünüş olaraq. 180 fırladandan sonra rəng dəyişməliydik biz.
Rəng dəyişəndə də, yəni ağ hissələr qara, qara hissələri ağ şəkildə eləməli idik və bu da belə. İndi bu əvvəlki üst bucağın qara hissələri ağ olmalı idi, ağ hissələr də qara olmalı idi. Bu ağ hissə ümumilikdə bu hissələr idi. Bunlar qara olmalıdır. Həmçinin bir də yuxarı sol künc. Digər qara hissələr ağ olmalı idi. O da bir dənə A variantında olmalı. %80 fırladıb rəng dəyişir. 180 dərəcə fırlatmaq uşaqlar fərqi yoxdur saat əqrəb istiqamətində ya da əksinə. Eyni vəziyyəti yaradır. 120 nömrəli sualda görək söhbət nədən gedir uşaqlar? Və 120-də də eyni vəziyyət. Yəni simmetrik olaraq bax, bu ortadakı oksizi çaşdırmasın. Yəni birincidən ikinci alınır. Üçüncüdən nə alınacaq? Üçüncü bu əvvəlkindən alınmır. Yəni indi bundan nə alınacaq? Yenə də bu soldakı şəkili və bu xəttə nəzərən simmetrik sağa aşırtmısınız. Sonra rəng dəyişmişsiniz. Məsələn, bu ağ hissələr və bu ağ hissə burada qara olur. Bu ağ hissə burada qara olubdur. Simmetrik sağa aşırtmışam. İndi burada da deməli mən verilən şəkli simmetrik sağa aşırdanda bütün variantlarda gördüyüm versiyada duracaq o şəkil. Sadəcə rəngə fikir vermək lazımdır. Məsələn, bilirik ki, üstdəki bu üçbucaq qaradır. Mən bunu simmetrik çevirəndən sonra bu ağ olmalıydı. Amma məsələn, Y-də də qara qalıbdır, A-da da qara qalıbdır. Ona görə A da Y-də silindi. Sonra məsələn, bu orta hissə qaradır, ora ağ olmalıydı. Amma D-də də bura qara qalıbdır, səhvdir. Daha sonra A, B ilə C-nin fərqi odur ki, mən bu şəkli simmetrik sağa aşıtsam, ən soldakı hissə və bu sağda qalacaqdır. Amma rəngi dəyişib ağ olmalıydı C-dəki kimi. Amma D-də həmən hissə eləcə qara qalıb deyə B də səhvdir. Qalır C. Davam edirik. İnşallah suallarınızı qeyd edin. 123, 124 nömrəli suallar. Tamam. Uşaqlar 123 nömrəli sualda nəyə fikir verməlisiniz? Mən deməli mənə verilən bir dənə bu şəkildən sağdakı kvadrat və ortadakı diaqonalı necə yarada bilərəm? Artıq burada fərz edirik ki, 2 dənə deməli kvadratın yarısı şəklində və bu iki fiqur burada deməli orta xətləri üst-üstə düşərək verilibdir mənə və bu vəziyyətdir. Mən bunları əksinə simmetrik çevirib, birləşdirib kvadratı alıram. Qarşı-qarşıya birləşdirib bu kvadratı alıram. Bəs o ortadakı diaqonalı necə yarada bilərik? Yəni, burada artıq bunun bu tərəfləri, üst-üstə düşən tərəflər və burada bu şaquli vəziyyətdədir. Bunun saat əqrəbi istiqamətində 45 dərəcə fırlanmış versiyasında bir diaqonal çəkmişik. Elə bil ki, hətta belə də fərz eləyə bilərsiniz ki, bu diaqonal olan xətt də buradadır. Bu iki tərəf də burada üst-üstə düşüb, diaqonal xətt də buradadır. İndi bu şaquli vəziyyətdə idi, 45 dərəcə saat əqrəbi istiqamətində fırlanır, diaqonal vəziyyətini yaradır. İndi mən sağ tərəfdə də bu verilən bu ikisini qarşı-qarşıya çevirib, birləşdirib bir altıbucaqlı əmələ gətirərəm. Və burada orta xətt üfüqi vəziyyətdədir. Onun 45 dərəcə saat əqrəbi istiqamətində fırlanması da bizə bir diaqonal verəcək. O diaqonal da baxın bu şəkildə olacaq. Yəni bu orta xəttin 45 dərəcə saat əqrəbi istiqamətində fırlanması, yəni bu vəziyyətə gəlməsi deməkdir. O vəziyyətdə də bir diaqonal çəkirik, olur cavabımız Y variantı.
124 nömrəli suala baxın inşallah. 124 nömrəli sual sadəcə eyni yerdə duran bir dənə fiqurlara baxın. Məsələn, birinci çevrənin içində üçbucaq, üçbucağın içində də çevrə durur. Amma ikinci şəkildə üçbucağın içi çevrə, çevrənin içi də üçbucaq. Yəni burada sadəcə siz çevrəni üçbucağa çevirdiniz, üçbucağı çevrəyə çevirdiniz, çevrəni üçbucağa çevirdiniz bu şəkildə. İndi ən kənarda da mən deməli kvadratı çevrə ilə əvəzləyəcəm. Sonra içəridəki çevrəni kvadratla əvəzləyəcəm. Onun da içindəki qara çevrəni qara kvadratla əvəzləyəcəm. Cavabımız olacaq C variantı. Yəni çevrəni üçbucağı çevrəyə çevirdik. Sağdakı şəkildə də kvadratı çevrəyə, çevrəni kvadrata çevirdik. 131, 132, 133 nömrəli suallar. 31, 32, 33. Yüz otuz bir nömrəli sualda uşaqlar deməli nə baş verir? Siz bir dənə bu verilən şəkili iki hissəyə böldünüz. Sol tərəfi 180 dərəcə fırladın, sağ tərəfi də 180 fırladın, sonra birləşdirin bir-birinə. Yəni deyirəm ki, məsələn bu ortadan böldüm iki yerə bu şəkli. Sol düzbucaqlını sola fırlatdım 180 dərəcə, eynilə bu vəziyyəti yaratdı mənim üçün. Sağ tərəfdə 180 fırlatmışsan, elə ki bu vəziyyəti yaratdı. Sonra birləşdirmişsiniz. İndi eynilə mən bunu iki hissəyə ayırıb, sol tərəfi də, sağ tərəfi də 180 dərəcə fırladıb, sonra birləşdirmişəm. C variantı alınıbdır. Yəni ki, yuxarı hissədən tutub, ayırıb, gətirib bir də aşağıda birləşdirmişəm. 132-də sadəcə xətlərin sayı azalır da. 4 xətt var, 3 xətt, 2 xəttdir, indi 1 xətt. D variantı olacaq cavab. Yəni 132-də sadəcə xətlərin sayına baxın. 4, 3, 2, 1. 133-də uşaqlar, burada elə bir ki, üçbucaq və dairə operatorları tətbiq olunubdur bu fiqura. Nətər? Məsələn, üçbucaq tətbiq olunduğu halda çöldəkilər içəri, içəridəkilər çölə açılır. Məsələn, bu çöldədir, artıq içəriyə keçib. Kənardadır, yəni çöldədir, içəri qatlanıb. İçəridədir, çölə qatlanır. Çöldədir, içəri qatlanır. İçəridədir, çölə qatlanır və s. Yəni üçbucaq çöldəki damaları içəri, içəridəki damaları çölə çıxardır. İndi üçbucağı tətbiq eləsəz bu fiqura, uşaqlar. Bu fiqura siz üçbucağı tətbiq eləsəz, çöldəki qara dama deməli içəri keçməlidir. Daha sonra içəridəki ağ dama çölə, çöldəki qara dama içəri. Sonra aşağı çöldə qara dama var, o da içəriyə qatlanacaq. Sonra sağ aşağı hissədə ağ dama, o da içəriyə qatlandı. İndi biz bura bir də üçbucaq qara dairəni tətbiq eləməliyik. Qara dairə qaraların yerini dəyişir, ağların yerini dəyişmir. Ağların sadəcə içini rəngləyir. Baxın yuxarıda qaralar, məsələn çöldədirsə içəri keçirdi, içəridədir çölə çıxardıb, içəridədir çölə çıxardıb və s. Amma ağların yeri olduğu kimi qalıb, sadəcə içi rənglənibdir. Belə bir qara zolaq şəklində. İndi mən bura deməli dairəni tətbiq eləyirəmsə, qaraların yeri dəyişir. Aşağı yuxarı sağdakı qara çölə keçir. Sonra aşağı soldakı qara çölə çıxır.
Sonra aşağıya açılır digər qaranın özü. Hə, indi ağların yeri olduğu kimi qalır. Sadəcə ağların içi rənglənməli idi. Ağların özü olduğu kimi qalır. Yeri qalır, sadəcə içi rənglənir. Bir dənə buna uyğun olaraq da C variantı var. Yəni ardıcıl olaraq tətbiq etdiyi üçbucağı və dairəni. Daha sonra 134 nömrəli sual soruşmusunuz. 134'te bucaq artıq da. 3 bucaqdır, 4 bucaq alınır. 5 bucaqdır, 6 bucaq alınır. Da B variantı. Yaxşı, bir dənə görə 140'a qədər kiminsə sual var. 140. Yoxsa 140'ın özünə baxırıq. 140'da da rəng əksliyi olmalıdır. Yəni yuxarıda verilən hər bir deməli hissənin rənglərinin sayı aşağıda olmalıdır. Rənglərin sayının əksi hətta. Yəni sualın üzərində uşaqlar başa salmağa çalışacağım sizə. Məsələn, eyni fiqurdan mən bir dənə burada da çəkirəm. Bax, bu bizim çevrəmiz. Onun içində də bir üçbucaq. Və yuxarıda deməli dairəni elə çəkək ki, içi boş qalsın. Lazımdırsa rəngləməliyik. Lazım deyilsə rəngləməliyik. Sonra bu təpə nöqtədən də bir xətt, sonra dairə. Bu təpə nöqtədən də bir xətt, sonra dairə. İndi uşaqlar, baxırsınız ki, yuxarı dairələrdə üst sətirdəki, yəni yuxarı sətirdəki ən üstdəki dairələrin üçü ağdır, biri qaradır. Üçü ağ, biri qaradırsa, bunun aşağıda əksi olması lazımdır da. Yəni, bax, 2 qaramız var üst dairələrdən. 2 dənə qara olan var. Bax, bu qaradır. Bir dənə də ağımız var. Deməli, mən bunu ağ eləsəm nəsə mənə verməz ki. 2 qara, 2 ağ mənə nəsə bir qanuna uyğunluq verməz, amma yuxarıda 3 ağ, 1 qaradır. Yuxarıda 3 ağ, 1 qaradırsa, mən aşağıda onun əksini yaratmalıyam. 3 qara, 1 ağ. Ona görə burada da üstdəki dairədə qara oldu. Sonra aşağı sol dairələrinə fikir verin. Deməli, 1-i, 2-si, 3-ü ağ, 1-i qaradır. Biz bunun əksini yaratmalıyıq. 3-ünü qara, 1-ni ağ eləməliyik. İndi bir ağımız var, 2 dənə də qaramız var, 3-cünü də qara eləməliyik. Aşağı sağdakı dairələrinə baxsaq, 3 dənə qara, 1 ağ var. Biz indi bunu 1 dənə qaramız var, 3-ünü də ağ eləməliyik. Ona görə ən aşağı sağdakı dairə elə ağ olaraq da qalır. Sonra bir dənə bu çevrənin içində üçbucağın ətraflarına baxın. Deməli, baxırıq ki, bu aşağı hissə 1 qara, 2 qara, 3 dənə qara, 1 ağdır. İndi bu aşağı hissələrdə bizdə 3 dənə ağ, 1 qara olmalıdır. İndi bir qaramız var, 3 dənə ağ olması üçün mən bu yeni çəkdiyimin aşağı hissəsini rəngləmirəm, ağ qalmalıdır. Sol tərəflərinə baxsaq, 2 qara, 2 ağ var. Deməli, son yanları da bizim üçün burada da 2 qara, 2 ağ olmalıydı. Onda çəkdiyim fiqurun sol yanını qaraldıram ki, 2 qara düzəlsin. Sağ yanlar 2 qara, 2 ağdır. Bizim burada 2 qaramız var. 2 dənə ağ olması üçün yeni çəkdiyimin sağ yanını rəngləmirəm. Deməli, bizim üçün alınır burada A variantı. 146 nömrəli sual uşaqlar 142 ilə eynidir. 157 də bunlarla eynidir. İndi mən burada sizə 142-ni izah edeyim. 142 nömrəli sualda uşaqlar yeni bir qanuna uyğunluq deyəcəm sizə. Deməli, onu yadda saxlayın. İstifadə oluna bilər. Baxırsınız ki, 142 nömrəli sualda deməli, belə bir kvadratlar verilibdir. İçində də hər birinin içində 4 dənə xətt var. Mən baxıram ki, birinci kvadratın içində düz xəttlər təkrarlanır. Həm də 5-ci kvadratın içində də düz xəttlər təkrarlanır. Yəni, düz xəttlərin təkrarlandığı 2 dənə kvadrat var. Sonra dalğalı xəttləri də bu ikisində təkrarlanır. Həm burada, həm ikinci kvadratda, həm də dördüncüdə. İndi üçüncüdə
dalğalı xətlər təkrarlanırsa, deməli 6-cı şəklin özündə də dalğalı xətlər təkrarlanmalı idi. Çünki düz xətlərin təkrarlandığı 2 kvadrat var. Dalğalı xəttin təkrarlandığı 2 kvadrat var. Amma qırıq xətlərin təkrarlandığı 1 kvadrat var. İndi növbəti 6-cı şəklimizdə qırıq xətlər təkrarlanmalıdır və indi yerinə baxmaq lazımdır. Çünki qırıq xətdən 2 dənə olmalıdır. Amma buna əsasən biz təkcə B və Y variantlarını sildik. İndi yerinə deməli diqqət yetirmək lazımdır bu təkrarlanan xətlərin yerlərinə. Məsələn, birinci kvadratda təkrarlanan düz xətlər ikinci, dördüncü yerlərdə təkrarlanıb. Sonra 2, üçüncü yerlərdə təkrarlanıb. Sonra 1 ilə 4-də təkrarlanıb. 1 ilə 3-də təkrarlanıb. 1 ilə 2-də təkrarlanıbdır. Bu təkrarlanmalara baxsaq 1-2 var, 1-3 var, 1-4 var. 1-2 eləcə 2-1 deməkdir. Yəni 2-1 var, 2-3 var, 2-4 də var. 3-1 var, 3-2 var, amma 3-4 yoxdur. Deməli, 3-cü, 4-cü yerlərdə təkrarlanma olmalıdır. Həmçinin, baxın, 4-1 var, 4-2 var, amma 4-cü və 3-cü yerdə təkrarlanma yoxdur, görmədim. Ona görə qırıq xətlərin 3 və 4-cü yerdə təkrarlanması lazımdır, o da C variantıdır. İndi uşaqlar, eyni ilə 146 nömrəli sualda bu şəkildədir, 157 də bu şəkildədir. 143 nömrəli sualı soruşdur. Harda 143-ü deyirsənsə, Türkan, 143-də xətlərin sayıdır. Yəni, xətlərin nətər sayıdır? Yəni, burada onsuz ortalar hamısı eyni kvadratlardır, xətlər fərq yaradır. Baxıram ki, mən burada. Yox, yox. Xətləri toplasan alınmır. Çünki onların yeri önəmlidir mənim üçün. Məsələn, baxırsan ki, qırıq xəttin təkrarlandığı 3 dənə variant var. Amma hansı yerdə təkrarlanması lazımdır? O önəmlidir. İndi uşaqlar, dedik ki, biz bu 143 nömrəli sualda kənardakı xətlərin sayına fikir vermək lazımdır. Məsələn, üst sətirlərə fikir verin. Sətir üzrə üst xətlərə. 1, 2, 3, 4, 5, 6, 7 xət var. İkinci sətirdə də 7 xət. Üçüncüdə 7 olması üçün bunun yuxarı hissəsində 3 xət olmalıdır. Aşağı tərəflərdə 6-dır, 6-dır. Bunun da 6 xətti olması üçün aşağısı 2 olmalıdır. Sütunlar üzrə sol və sağ yanların xətlərinə baxın. Sol sütun, deməli, sol tərəflərin sütun üzrə xətlərinin sayı 1, 2, 3, 4, 5, 6, 7'dir. Şimdi burada 7 olması üçün 4 var, 3 çatmır. Sağ yanlar hər birində, burada da 5'dir, burada da 5 dənə xət var. Burada 5 dənə olması üçün 1 dənə lazımdır. O da olur C variantı. 146'nı da uşaqlar bayaqlar dedik ki 142 vəziyyətindədir. Yəni burada yenə siz baxırsınız ki, çəngəl həm burada təkrarlanır, həm də burada. Məsələn, qaşıqlar həm burada təkrarlanır, həm də burada. İndi bıçaqlar burada təkrarlanır. Bir də bıçaqların təkrarlandığı bir şəkil lazımdır mənə. Deməli, bizim şəklimizdə bıçaqlar təkrarlanmalıdır. B ilə C-ni silirəm. Hətta Y-ni də silirəm. İndi A da var, D də var. Bunun üçün yeri önəmlidir mənim. Bu təkrarlanmanın yeri önəmlidir. Yenə də birinci və ikinci yerlərdə təkrarlanma var. 2 ilə 4-də də var. 1 ilə 3-də də var. Uşaqlar, 2 ilə 3-də də var. 1 ilə 4-də də var. İndi baxdıq ki, 1-2 var, 1-3, 1-4 var. 2-1, 2-3, 2-4 var. 3-1, 3-2, 3-4 yoxdur. Yenə də bıçaqlar 3 və 4-cü yerdə təkrarlanmalıdır. O da D variantı. Ee, 145 3, 4 tamam. 145 alar.
145 nömrəli sualda simmetriya var. Yəni, nə tür simmetriya var? Baxırsınız ki, Rəqəmlərin simmetriyasıdır müəllim. bəli, bəli, yəni, məsələn, bax, bu sağ tərəf 1-dir. Biri sadəcə simmetrik olaraq sola güzgü əksi olaraq aşırtsa, qarşısına düşür 1. Bax, bu 1-dir. Bunu öz güzgü əksi olaraq qarşısında verir M şəklində. Məsələn, bax, bu 2-nin sola simmetriyasıdır, bu 3-ün sola simmetriyasıdır, bu 4-ün, bu 5-in, bu 6-nın, 7-nin, indi 8-in simmetriyası lazımdır, o da C. Sonra dedik 147 nömrəli sualda uşaqlar. Baxırsınız, 3-3 qruplaşdırırsınız. Məsələn, bu üçlükdə çevrə də var, kvadrat da, romb da. Bu üçlükdə yenə çevrə də var, kvadrat da, romb da. Amma bu növbəti üçlükdə kvadrat çatmır. Orta hissədə də bu üçlükdə çevrə, romb, kvadrat, çevrə, romb, kvadrat, çevrə var, kvadrat var, içində romb çatmır. Bir də bu üçlüyün xətləri, kənardakı xətlər 7-dir hər birində. Növbəti 3 dənə fiqurun hər birində 8 xət var. Bu ikisində 9, 9-dursa, indi bu kvadratda da 9 xətdə olmalıdır, o da A variantı. Davamı uşaqlar 150. Varsa əgər sualınız 150-yə qədər soruşun. 150 ancaq damaların sayıdır uşaqlar. Yəni baxırsınız ki, burada başqa yapışacağınız nəsə yoxdur. Ancaq damaların sayıdır. Bunda 14'tür, bunda 15. Bunda 14'tür, bunda 15. Bunda 14'tür, bunda olmalıdır 15 dənə dama. 14, 15, 14, 15 belə bu şəkildə ardıcıl davam edir. Hə. Bax 149-un özündə də baxırsınız ki, uşaqlar. Deməli siz aşağıdakı variantlardan hansını 90 dərəcə fırladıb bura yerləşdirməliydiniz. Bunun üçün nəyə fikir verməliydiniz? Çatışmayan hissələrə. Çatışmayan hissələr yəni odur ki, bütün sətirlərdə sağ qara, sol qara, yuxarı qara, aşağı qara. Bu dördündən hansı çatmır, onu tamamlayın. Məsələn, birinci sətirdə aşağı qara, yuxarı qara, sol qara, indi olsun sağ qara. Sonra məsələn, üçüncü sətirdə baxıram ki, üçüncü sətirdə sol, aşağı sağ var, üst qara olmalıdır. Daha sonra məsələn, mən üçüncü sütuna baxanda bunu taparam da. Aşağı var, sağ var, sol var, üstü qara olmalıdır. İkinci sətirə əsasən ya da sonuncu sütuna əsasən burada da aşağısı qara olan yoxdur. İndi mən hansı variantı 90 dərəcə fırladıb bura yerləşdirsəm, bu görünüşü alaram. Onu axtaranda bir dənə D variantıdır ki, mən bunu deməli 90 dərəcə bunu yuxarı aşırdı. Bu boşluğa qoysaq, çəkdiyim versiya yaranacaq. %148-də də şu var. Soldakıları üst-üstə qoyur da. Yəni, ağ üstə gəl qara vəziyyətidir də. Ağ üstə gəl ağ nə olacaq? Qara üstə gəl ağ nə olacaq? Qara ilə qaranın cəmi üst-üstə düşəndə nə olacaq? Bunları ilk birincidən müəyyənləşdirirsiniz. Məsələn, mən burada üstü qaradır, burada ağdır. Ağı veribdir. Qara ilə ağ, ağı veribdir. Alt hissəsi ağdır, qaradır, yenə də ağı veribdir. Deməli, heç bir fərq yaranmadı. Məsələn, sol aşağı hissə hər ikisi ağdır, qaranı veribdir. Yaxşı, bəs hər ikisi qara olan yuxarı sağ üst var, hər ikisi qaradır, o da qaranı veribdir. İndi bunu bu aşağıda tətbiq etməli. Birincisi, məsələn, xətlər, orta xətləri bunların şaquli olmalıdır. B variantı səhvdir ki, və bu xət üfüqi verilirdir.
Ondan sonra da uşaqlar siz nəyə fikir verməliydiniz? Hə, məsələn, bax, ağla ağın cəmi bizə qara verməlidir. Yuxarı sol tərəfləri qara olmayan A-nı sildiniz, C-ni sildiniz, bir də nəyi sildiniz? Hə, yox, səhv baxdım da mən bura. B-ni silmişdik, hə, o heç. Orta xəttə görə. Amma bir dənə siz fikir verin, yuxarı, bax bu birincinin yuxarı sol tərəfi, ikincinin yuxarı sol tərəfi ilə üst-üstə düşəndə, deməli, bunların yuxarı sol tərəfləri, bax, bura qaradır, bura ağdır. Ağla qara bizə ağ verməli idi. Məsələn, mən D-ni sildim ki, bura ağ olmalı idi. Sonra yuxarı sağ hissələrdə, bax, qara ilə ağ da bizə ağ verməli idi. Hamısında ağdır. Bax, bunun yuxarı ağ hissəsi də bizə ağ verməli idi də. Elə bil ki, burada artıq olur ağ üstə gəl qara. O da yuxarı sol tərəf hamısında ağ olmalıdır. Qaldı, D-ni də sildik. İndi burada fərqlərə fikir verin. A-nın aşağı sağı niyə qara olur? Qara ilə qaranın cəmi qara verir bizə. Ağ ilə ağın cəmi də qara verir bizə. Ona görə cavab burada A olacaq. Çünki ağla, qara ilə ağın cəmi ağ, qara ilə də qaranın cəmi bizə qara verməlidir. Hə, cavab olur A variantı. Hə, uşaqlar, növbəti sualınız yoxdursa biz kubların izahına keçməliyik uşaqlar. Kublar bir yeni mövzu olarsa kub izah eləməliyik. Sualı olan var uşaqlar aranızda? Yoxdur. Tamam. Sualınız yoxdursa gəlin yeni mövzunun izahına başlayaq. Amma uşaqlar bir dənə də siz